Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Allah bu mübarək cümə günü bütün dünya müsəlmanlarına daha da mübarək qərar versin. Cümə gününün fəzilətindən bəhrə aparmağı Allah bizə ruzi eləsin. Allahın tövfiq və inayəti ilə bugün Həzrəti İmam Cəfər Sadiq əleyhissalamdan bir dənə hədis oxuyacağam. Əvvəldə bunu qeyd edeyim ki, hədisin məsuliyyəti çox ağırdır. Əgər sabah hansısa gün izləyicilər bu hədisi eşidib riayət eləməsələr, mütləq şəkildə öz məsuliyyətlərini artıracaqlar. Kimlər ki, məsələn, mümkündür heç bu başdan istəməzlər bu hədisi eşidələr ki, məsuliyyətləri arta, o cəhətdən heç bu mövzunu dinləməsinlər. Ki, insafən mənim özüm üçün də bir xüsusi məsuliyyətli bir hədisdir və eşidənlər üçün də özünə məxsus bir məsuliyyəti var. Yəni, bu cəhətdən insan bilirsiniz, gördüyündən məsuliyyət daşıyır, insan eşitdiyindən məsuliyyət daşıyır. Ta ki, insanın bir mövzudan xəbəri yoxdur, bir mətləbdən xəbəri yoxdur, Allah eləməz onu qiyamətdə hesaba çəkə. Dünyada ona riayət eləmədiyinə görə Allah ondan hesab aparmaz. Amma o ki biz eşitdik, qulağımıza gəldi, çatdı məsumun bu sözü, bu artıq bizim üçün bir məsuliyyətdir. Əgər sonra eşidib küfr eləməkdənsə elə o məsuliyyətli mövzunu bu başdan adam gərək eşitməyə. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam bu mövzulardan hədislərin birində qeyd eləyir. Cəmiyyətin bütün nizam və intizamı İmam Sadiq əleyhissalamın bu mübarək sözləri ilə tənzimlənir. Bugün biz dünyanın hər bir tərəfinə baxsaq, dünyada gedən bugünkü haqsızlıqlar, insani dəyərlərin tapdalanması, insanların hüquqlarının tapdalanması, bunların hamısına baxsaq, həmən bu mübarək deyəcəyim sözdən xaric olan insanların əlləri ilə baş verir. Bu bir dənə sözdür ki, Allahın kəlamıdır bu kəlam ki, İmam Sadiq əleyhissalam, bilirsiniz, məsumlar vəhyin sözünü insanlara çatdırıblar. Mübarək bir kəlamdır ki, tamamı insanlara hüquq göstərib. Xüsusən bu hədisin içində məhəbbət və sevgidən başqa bir şey yoxdur. Bunlar yalnız məhəbbət və sevgi ilə, sağlam bir iman çərçivəsində bu mövzuları insan eləyə bilər ki, bu mətləbləri həyata keçirdə. Əgər insan layiqincə, əgər insan doğrudan lazımı imana malik olmasa, lazımı təqvaya malik olmasa, yetərincə məhəbbət və sevgisini sərgiləyə bilməsə, eləyə bilməz. Bu nəsiyyətləri insan özü ilə cəmiyyəti arasında bərpa eləyə. Bunlar insandan böyük bir iman tələb eləyir, insandan böyük bir təqva tələb eləyir, insandan xüsusi qayğı, sevgi və məhəbbət tələb edir ki, bu mətləbləri, bu mövzuları insan hal həyatında yaşaya bilsin. Ağa İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Əşəddül ə'mal thəlasətun. Ən çətin, əməllərin ən çətini, ən şiddətlisi bu 3 dənə əməldir. İnsafun nasi min nəfsik, həttə la tərzə ləha minhum bi şeyin, illa rəzitə ləhum minha bimislih. Ki, 2 dənəsi qalsın növbəti günlərə. Çünki elə bu hədisin bu hissəsinin barəsində elə bilirəm bir neçə cümə mətləbi gərək biz şərh eləyək. Mətləbin lazım olan bəzi mövzuların əzizlərimizin nəzərinə çatdıraq. Dediyimiz kimi, onların ki, o hədisi eşitmə durumları var, o hədisə küfr eləməyəcəklər və o hədis bunların qiyamətdə behişdə getməyinə səbəb olacaq. Bunlar bu hədisi dinləsinlər ki, əşəddül ə'mal səlasətun. Biri var, biz bir işin
mahiyyətini çatdırmaq üçün cümlə quraq, söz üslubundan istifadə eləyək. Bir var İmam Cəfər Sadiq əleyhissalam. Bir imam bir məsələyə əşəddül əmal deyirsə, bunun şiddəti bizim üçün artıq bəllidir nə həddədir ki, imam bu başdan bir həyəcan təbili çalır ki, əşəddül əmal sələsətun. 3 dənə əməl var ki, əməllərin içində ən çətinidir. Onlardan biri o şey ki, insan özü üçün istəmir, onu insanlar başqaları üçün istəyir. Və yaxud eləyə bilərik bu mənanı da eləyək. Özü üçün ki bir şey istəyir, amma onu başqaları üçün istəmir. Əlbəttə eləyə bilərik lap belə ümumən tam mənada aydın olmaq üçün ki, daha çox eşitdiyimiz ki, o şeyi ki sən özün üçün rəva bilmirsən, başqası üçün də rəva bilmə. O şeyi ki sən cəmaatdan gözləyirsən, özün istəyirsən, amma onu başqaları üçün istəmirsən. Ki bu mövzunun özünün içində müxtəlif mənəvi, əlbəttə mövzunun əksi tərəfdə, müxtəlif mənəvi xəstəliklər də görsənir. İnsan əgər doğrudan bir şey özü üçün istəyirsə, başqası üçün istəmirsə, bu insanın bir dənə mənəvi paxıllığının nişanəsidir. İnsan özü üçün bir şeyi rəva bilir, amma başqasına rəva bilmirsə, bu insanın bir mənəvi xəstəliyinin nişanəsidir. Və yaxud insan özünə bir şeyi rəva bilmir, amma başqalarına rəva bilirsə, həmən dediyimiz bu xəstəliyin nişanələridir ki, İmam Sadiq əleyhissalam da bunu deyir ki, əşəddül əmal səlasətun, əməllərin ən şiddətlisi bu 3 dənədir. Biri, insafun nas min nəfsik, insanlarla öz aranda insafla davranasan, insanlarla öz aranda insafı yaddan çıxarmayasan. Hətta la tərzələha minhum bi şeyin illa rəzitə ləhum minha bimislih. Bu iki sən başqası üçün istəmirsən, onun üçün bir şey istəmirsən, razı deyilsən, məsələn fərz eləyək, razı deyilsən, o səndən bir şey istəyə, amma həmən o şeyi sən ondan istəyirsən ki, müxtəlif mənalar eləmək olar, müxtəlif cür məna eləmək olar hədisi. Ki, yəni özün üçün o şeyi ki, sən rizayətin var, amma başqalarına rizayətin yoxdur. Və yaxud özün üçün ki, rizayətin yoxdur, amma başqalarının olmasında sən razılığın var. Ki, imam, əlbəttə bu birinci hələ məsələ mühümdür, düzdür, amma ikinci bundan daha da ağır bir mövzudur ki, bu cəmiyyət arasında bu hüquqlara nə qədər riayət olunsa, bir o qədər cəmiyyətin arasında xoşbəxtçilik, insanlar arasında insani keyfiyyətlər daha çox görsənəcək. Əgər bu mövzunun üzərində, əgər bu mətləbin üzərində müsəlmanlar mövzuya qarşı, bu tələblərə qarşı, bu ayinə qarşı, əgər həqiqətən bu nişanələrə biganə qalsalar, cəmiyyət arasında doğrudan da haqsızlıq və ədalətsizlik hakim olacaq və dünyada hər nə hadisə o cəmiyyətin arasında, o insanların başına gəlsə, Allahın ədalətindən olacaq ki, mühüm bir məsələdir. O da həmən insanlarla insafla davranmaqdır. Ki, xüsusən bu insafı biz böyük cəmiyyətlərə çıxartmamışdan qabaq eləyə bilərik. Bu insafı biz ailə münasibətlərinin içində axtaraq. Ki, hər bir valideyn övladı üçün o şeyləri ki, tələb eləyir, özü də gərək onlara riayət eləsin. Baxın, bugün cəmiyyətin arasında bizim çox eşitdiyimiz və bəzən bu mövzularla bağlı bu məsələlərə xahişənmi deyim, necəmi deyim, getdiyimiz ailələrdə olan o söz-söhbətlərin əsas köklərindən birinə baxın. Bəzən görürsən, bir ana öz qızın evindən köçürdür. O xanım gedir, başqası ilə ailə qurur. O ki, məsələn, öz qızından bəzi şeyləri tələb eləyir. Ondan istəyir ki, o getdiyi ailənin içində onu tələb eləsin. Oğlu üçün aldığı bir dənə qızın gəlib o evdə o işləri, o məsələləri tələb eləyəndə arada narahatçılıq baş verir. Aralarında böyük problemlər və söz-söhbətlər baş qaldırır. Niyə? Necə ola bilir ki, sən ər evinə köçürtdüyün qızdan ki, onun o ailədən bəzi tələblərini istəyirsən, amma sənin evinə gəlin gələndə oğlunun xanımı səndən bu şeyləri tələb eləndə razı olmursan. Bir halda ki, özün bu işin elə bünövrəsini qurmuşdun. Baxın, çox mühüm məsələdir ki, bu mətləbə xüsusi diqqət olunsa, ailələrdə çox mehribançılıqlar hökm sürəcək. Və bugün ailələrin arasında olan
bir çox narazıçılıqlar ki, mənim özümün şahid olduğum məsələləri deyirəm, əsas mətləblərdən biri bundan ibarətdir. Ana qızından elə şey istəyir ki, o getdiyi ailədən onu tələb eləsin, onu vadar eləsin ki, onu həyata keçirsinlər, o hökmləri evdə sürdürsün. Amma başqasının qızı bunun oğluna ki, ailə gəlib, bunun evinə gəlin gəlib, onun az bir hissəsini evində eləyəndə görürsən ki, narahatçılıq eləyir. Məsələn, evdə böyük bir problem yaradır. Bir halda ki, sən özün də qızından bunu tələb eləmişdin. Ki, mövzumuz o deyildi, amma insafın misallarından biri ki, bu son zamanlarda ki, qarşılaşmışıq mövzularla, səbəb də bundan ibarətdir. Hər mövzuda bu cür olsun da, qardaş qardaşı ilə insaflı olsun, bacı bacısı ilə insaflı olsun, qardaş bacısı ilə, bacı qardaşı ilə, hər kəs bir-biri ilə insafla rəftar eləsin. Ata övladları ilə, övladlar atası ilə, övladlar anası ilə, ana övladları ilə, xanım yoldaşı ilə, yoldaşı xanımla, hər kəs öz arasında insafı qursa, insafla rəftar eləsə, görün nə böyük bir fəza yaranar, nə böyük bir doğrudan camiyyədə bir xoşbəxtçilik hökm sürar. İnsanların arasında xoşbəxtçiliyin aradan getməyi, münasibətlərin pozulmağı, arada ixtilafların çoxalmağı, bir-birinə qarşı məhəbbət və sevginin azalmağı, bir-birinə qarşı rəğbətsizlik, bir-birinə qarşı düşmənçiliklər hamısı bir-birinin əvvəldə bir-birinə qarşı münasibətdə insafı itirməkdən ələ gəlir. Ki, imam istəyir cəmiyyətin hüquqlarını bu mövzu ilə qoruya ki, insanlar arasında çalışın, insafla rəftar eləyin. Ki, məsələn, bir nəfər öz işçisin, bir müdür, bir iş sahibi özünün tabeliyində olan işçiyə ki, o cür davranır, birdən ondan böyük vəzifədə olan, onun üzərində o cür davransa ki, razılığı yoxdur, gərək işçilərinə də o cür davranmaya. Cəmiyyətin müxtəlif sahələrinə baş vursaq, biz hər cəhətdə insaf gərək hər yerdə hakim ola. Müsəlmanların, bəşəriyyətin arasında insaf hakim olsa, aləm doğrudan gülüstana dönər, aləm doğrudan xoşbəxtçiliyin sərgiləyər. Aləmdə doğrudan insanların xoşbəxtçilikləri daha çox görsənər. Evlərdə, cəmiyyətlərdə, iş yerlərində, idarələrdə, müəssisələrdə hər yerdə görərsən insanların üzündən təbəssüm əksik olmur. Ki, bəzən görürsən, bir dənə idarədə, müəssisədə ya bir ailədə fərq eləmir da, hər hansı bir yerdə. İnsanların bir-birinə qarşı insafsızlığı ki, olduqca insanlar bir-birinə qarşı nifrətlə yaşayırlar. Bir-birlərinə qarşı nifrətlərini çoxaldırlar, bir-birlərinə qarşı məhəbbətlərini kəsirlər. Orada da artıq ünsiyyətlər görürsən, süniləşir. Təbii bir ünsiyyət qalmır. Aralarında təbii bir ünsiyyət hökm sürmür üçün insafsızlıq hakim olan cəmiyyətin arasında sağlam məhəbbət hökm sürə bilməz. Bütün camiyənin hər hissəsində bu cürdür. Kuleyni rəhmətullah əleyh Əbdüləla İbn Əyundan bir dənə rivayət nəql edib, bir dənə rivayət gətirib, çox eşitməli bir rivayətdir ki, Əbdüləla İbn Əyun İmam Sadıq ağanın yaxınlarından idi. Həmən bu Əbdüləla nəql edir ki, mənim dostlarım mənə bir məktub yazdılar. Məktub göndərdilər ki, mən o məktubda bir sual eləmişdilər ki, mən onu İmam Cəfər Sadiq əleyhissalamdan soruşam. Bilirdilər ağa ilə mənim yaxınlığımı, dostluğumu. Ki, onların da məktubunda sual bundan ibarət idi ki, müsəlmanın öz mömin qardaşının boynunda olan haqqı nədir? Qardaş deyəndə söhbət burada kişinin kişi üzərindəki hüququndan getmir. Qardaş deyəndə yəni insanların üzərində olan haqqından gedir. Orada xanıma da aiddir, kişiyə də aiddir ümumən. Ki, bunlar bir sual eləmişlər ki, müsəlmanın öz mömin, müsəlman qardaşının, bacısının üzərindəki haqqı nədən ibarətdir? Deyir, mən gəldim İmam Sadiq ağanın evində, ağaya bu sualı verdim. Ki, ağa amma sualın cavabını vermədi. Çünki məsumlar biliblər, insanlar üçün bu mövzu çox ağır bir mövzudur. Bəzən olub, hətta Həzrəti Peyğəmbərin zamanında, hətta Həzrət Əmir Əl-Muminin Əli ibn Əbi Talibin zamanında və digər məsumlar əleyhissalamın zamanında bu mövzular çox görsənib. Bu mətləblər daha çox gözə dəyib tarixdə. Xüsusən də İmam Cəfər Sadiq əleyhissalamdan, İmam Baqir əleyhissalamdan ki, bizə rivayətlər çox yetişib, həmçinin bu mətləblər gözə çox dəyir ki, bəzən İmam bəyəm hər hansı bir sualdan xəbərsizdirmi, insanların sualının cavabını verməyib. Amma imam ki, bir sualın cavabını verməyib, o işin bir hikməti var. O işin bir hədəfi var. O iş hər hansı bir hikmətə uyğun olaraq cavablandırılmır. Deyir, Əbdüləla deyir, mən gəldim İmam Sadiq əleyhissalama sual verdim, heç cavabını da almadım. Ta ki, mən imamla deyir, sağollaşırdım, imamın evindən ki, çıxırdım. Dedim ki, Yəbnə Rəsulillah, Peyğəmbərin balası, axı mənim dostlarım mənə sual yazıblar, məktub yazıblar.
sual soruşublar, mən də sizdən sual soruşdum. Heç bunun cavabını da mənə vermədiniz. İmam buyurdu ki, inni əxafu ən təkfuru. Buna xatir o suala cavab verməmişəm ki, qorxuram onu eşidəsən, sonra ona küfr eləyəsən. O sözü eşidəsən, məsuliyyəti üzərinə gələ, məsuliyyətindən xəbərdar olasan, amma riayət eləməyəsən. Nə qədər ki, onlar bu mövzunu eşitməyiblər, onların hesabı yoxdur. Amma elə ki, mövzudan xəbərdar oldular ki, əvvəldə mən buna xatir o cümləni qurdum, buna xatir o cümləni ifadə elədim ki, nə qədər eşitməmisən, bir o qədər məsuliyyətin yoxdur. Amma o zaman ki, eşitdin, bir o qədər məsuliyyətin çoxaldı. Baxın, bir zaman vardı insanların behiştə getmələri də bir zaman daha asan ola bilərdi, mümkündür. Çünki məlumat çox yox idi. Dünyanın bugün inkişaf eləmiş bu dövründə ki, dünya hər kəs inkişafdan danışır. Heç inkişafın içində biz bu sözləri demək olar ki, eşitmirik. İnkişafdan danışan bir dənə cəmiyyət demir inkişaf, ona deyərlər ki, məsuliyyətinə riayət olunsun. Hər bir artan inkişaf böyük məsuliyyətin nişanəsidir. Hər bir genişlənən inkişaf cəmiyyət üçün bir dənə məsuliyyət təyin edir. Amma hamı görürsən, inkişafdan danışır, o inkişafın içindəki məsuliyyətdən danışmır ki. İnsan, sənin elmin, məlumatın çoxaldıqca, sənin məsuliyyətin çoxaldır. İnsan, sən bixəbər qaldığın vaxtda hesaba çəkildiyindən indi daha çox artıq hesaba çəkiləcəksən. Çünki sənin məlumatın var. Sən xəbərdarsan mövzudan. Görürsən, cəmiyyətin bir hissəsində bəzi günahlar o qədər baş verir ki, heç cəmiyyətin başqa hissəsi ondan çox danışmır. Elə ki, bir məlumatlı cəmiyyətin arasında hər hansı bir xoşa gəlməz hadisə o digər cəmiyyətdən az bir dərəcədə də olsa ondan baş verəndə hər kəs onu neynir? Böyük bir məzəmmətə, onu bizdə deyirlər, qınaq obyektinə tuturlar. Buna xatir ki, ondan gözləmirlər. Görürsən, bir nəfər, misal deyim də, bir savadlı bir adam, bir işində mütəxəssis adam hər hansı bir səhv eləyəndə hər kəs deyir ki, axı buna yaraşmır, bu ki uşaq deyil, bu ki məlumatlı adamdır, bu ki savadlı adamdır, bu ki elmli adamdır, bunun ki bundan xəbəri var. Amma görürsən, məlumatçı adam barəsində o adam o işi nə qədər görsə, heç o qədər də gündəmdə onun barəsində danışılmır. Ki, yəni inkişaf insanın məsuliyyətini artırır. İmam Sadiq əleyhissalam ki, inni əxafu ən təkfuru. Əbdüləala, mənim qorxum budur ki, siz sözü eşidəsiniz, amma ona küfr eləyəsiniz. Mən bundan qorxuram ki, sözü eşidib onun müqabilində kafir olasınız. Eşitdin, boynuna məsuliyyət gəldi. İnnə min əşəddi məftərəzəllahu aleyh əla xəlqihi sələsən. İmam buyurur ki, deyir, İnnə min əşəddi məftərəzəllahu əla xəlqihi sələsən. Biləsiz, Allah bu üç dənə şey ki, ən çətin bir dənə mövzudur. Allah bu üç əməli, bu üç şeyi insanlara vacib edib ki, bunlar çox çətin mövzulardır. Bunlar çox, belə deyim, ağır mövzulardır. Buna xatir ağır mövzulardır ki, onun müqabilində insan birdən ona riayət eləməsə, mütləq Allahın əzabına düçar olacaq. İnsaful mər'i min nəfsi, hətta la tərza li əxihi min nəfsi, illa bima yərza li nəfsihi minhu. Ki, biz əvvəldə oxuduğumuz o hədisin bir başqa cümlə formasıdır ki, İmam deyir, o şəxsi ki, gərək insafla davrana. Həmən o şəxsin insafıdır ki, o bir şeyi ki, özü üçün istəmir, onu başqaları da üçün istəməsin. Ya o şeyi ki, özü üçün istəyir, onu başqaları da üçün istəyə bilsin. Birinci mətləb bundan ibarətdir. Özün üçün istədiyin bir şeyi başqaları üçün də istəyə biləsən. Niyə məsələn qeybət haramdır? Buna xatir ki, insan heç vaxt özünün barəsində qeybət olmağı istəməz. Onda gərək sən də başqası üçün eləməyəsən. Bir dənə misal deyim, məsələ deyim, elə üstündən keçirəm. Bizim cəmiyyətlərimizin arasında olan böyük problemlərin kökü budur ki, qeybət haram kimi görsənə bilməyib. Bu da məsumların vədidir. Harda ki bir cəmiyyətin arasında, bir camiyyənin arasında qeybət hökm sürdü, Allah oradan bərəkətini çəkəcək və yerinə böyük bəlalar gətirəcək. İndi az-az adam taparsan ki, doğrudan bir yerdə qeybət olunanda o qeybəti saxlaya. Hər kəs, sən danışdın, o da sənə qoşulub danışacaq. Sən bir kəlmə dedin, 5 kəlmədə görsən, bəzən tərəf müqabilini deyir. Ki, misal, məsələn, bir nəfərin görsən, barəsində yaxşı danışırlar, 10 dənə yaxşı xüsusiyyətindən, bir dənə mənfi xüsusiyyəti var. Bəzən görsən, o məclisdə bir nəfər axtarır, tapır onun o mənfi xüsusiyyətini orada danışır.
Amma bir halda ki, ondan heç kim soruşmamışdı, ya heç zərurəti yox idi orada danışmağın, onun mənfi xüsusiyyətinin cəmiyyət üçün hələ o qədər də böyük bir fəsadı yox idi, amma görürsən insan özünü saxlaya bilmir. Özü də çox da adiləşib. Qeybət də onun kimi. Özün üçün ki, istəmirsən sənin barəndə danışsınlar, sən də heç kimin barəsində danışma. Özün ki, istəmirsən kimsə səni bir müzakirəyə döndərsin mövzunu, sənin barəndə olan işini bir müzakirə eləsin, onda heç kimin barəsində olan mövzuları müzakirə eləmə. İmam deyir ki, inni əxafə ən təkfuru, qorxuram küfr eləyəsiniz. Ən şiddətli əməllərdən biri bu 3 dənə əməldir. Biri bundan ibarətdir ki, sən özün üçün ki, bir şey istəmirsən, başqasının bir şeyini istəmirsən, belə özün üçün ki, bir şey istəmirsən, onu heç başqası üçün də istəmə. Özün üçün ki, bir şey istəyirsən, onu başqası üçün də istə. Yox, razı deyilsən başqası o məsələdə səndən nəsə bir tələbi olsun, amma sən özün ondan tələb eləyirsən. Kim məsələlərə gərək riayət eləyəsən. Əlində sənin bir şeyin var, özün o dostun üçün, qardaşın üçün, qohumun üçün, qonşun üçün, yaxınların üçün onu verə bilmirsən, amma onun əlində olanı həmişə istəməyə çalışırsan. Bir halda ki, sənin əlində olsa, heç sənin ürəyin gəlmirdi onu verməyə. Heç sənin əlin gəlmirdi onu neynəyəsən, kiməsə bəxş eləyəsən. Və yaxud sən xoşlamırsan, sənin malik olduğun bir şeyi səndən kimsə istəyə, sən də verəsən. Amma sən cəmaatın malik olduğu şeyi istəyirsən ki, elə sənə versinlər. Gözün qalıb cəmaatın əlində olanlardan ki, niyə mənə vermirlər? Ki, baxın, belə-belə məsələlər gətirir cəmiyyətin arasında görürsən, böyük ixtilaflar və böyük narahatçılıqlar əmələ gətirir. İmam onun üçün deyirdi, inni əxafə ən təkfuru. Əbdüləla İbn Əyun, buna xatir demədim ki, qorxuram ki, məsələni eşidib ona küfr eləyəsiniz ki, cəmiyyət arasında olan ədalət mövzularından biri, cəmiyyət arasında olan xoşbəxtçiliyin qapısını açan mövzulardan biri, insanların arasında doğrudan həqiqi insani keyfiyyətləri yaşamağın səbəblərindən biri həmən bu insaf məsələsidir ki, ömür vəfa eləsə bir neçə cümə barəsində danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.